Qarabağ-Ayaks maçına hesab təxminən nədir? Əvvəlcə təmsilçimizə uğurlar arzu etmək istəyirəm. Bizim üçün məncə çətin oyun olacaq. Çünki əlavə təzyiq olacaq həm də üzərimizdə. Bununla yanaşı Ayaksın xalı yoxdur və Ayaks Qarabağı uyğun rəqib hesab edəcək xal qazanmaq üçün. Təzyiqlərə baxmayaraq məncə Qarabağ 2-0 hesablı qələbə qazanacaq. Qarabağa uğurlar, həyəcanlıyıq, həyəcan bizi indidən bürüyüb, amma içimdə bir əminlik var, bir arxayınlıq var. Hesabın hətta daha böyük olacağına inanıram, bilmirəm bu inan hardan gəlib mənə. 3-0 Qarabağ məncə qalib gələcək. Komandamıza bu maçda da uğurlar arzulayırıq. Təbii ki, ümid edirik Qarabağ-Ayaks səttində keçər, bu maçda qalib gələr, amma niyəsə təəssürlər olsun ki, fikrimcə Ayaks bu maçda qələbə qazanacaq. Təxminim Qarabağ 1, Ayaks 2, amma Qarabağa uğurlar arzulayıram. Düşünürəm ki, qarşılıqlı qolların və bol qolun qeydə alınacağı bir qarşılaşma olacaq. Qarabağ bu görüşdə 2-1 hesabı ilə qələbə qazanaraq növbəti 3 xalı aktivinə yazdıracaq. Öncəliklə təmsilçimizə uğurlar arzu edirəm. Bu maçdan gözləntilərim böyükdür. Yəni Qarabağın qazanacağından ümid edirəm. Hesab təxminim isə 2-1-dir Qarabağın xeyrinə. Qısa konkret mən düşünürəm ki, xalsız rəqibi qarşısında Qarabağ qələbə qazanmalıdır. Çünki növbəti mərhələyə adlamaq üçün ən önəmli sınaq adlandıra bilərik Ayaksla qarşılaşmanı. Mənim hesab təxminim 2-0. Əvvəla Qarabağa uğurlar arzu edirəm. Amma məncə Qarabağ qalib gələ bilməyəcək və 1-0 hesabı ilə uduzacaq. Düşünürəm ki, komandamız Atletik Bilbao və Napoli ilə maçlardakı uğursuzluqdan sonra nəhayət ki, Ayaksla oyunda istədiyini əldə edə biləcək və Ayaksın da ümumi rəhbərliyi və məşqçi problemlərini nəzərə alsaq, komandamız meydandan 2-0 hesablı qələbə ilə ayrılacaq. Mən bu oyunda Qarabağın xeyli fürsətlər yaradacağını, ən azı 5-6 qol epizodu yaradacağını və maçdan da qələbə ilə ayrılacağını düşünürəm. Hesab təxminim 2-1 Qarabağ.